Günlərin birində molla eşeğin belinə odun yükləyib kəndə gedir. Birdən durub deyir: Ay eşək, gəl yarışaq. Sən düz yolla get, mən bu qısa yolla gedəcəm. Görək kim tez evə çatar. Molla başlayır qaçmağa. Sahibsiz qalmış eşək başlayır otlamağa. Molla elə bərk qaçır ki, evə təngi nəfəs çatır. Çatan kimi arvadından soruşur: Arvad, eşək hələ gəlməyib. Yox, gəlməyib. Görürsən, sən elə həmişə məni danlayırsan ki, tənbələm. Bax, mən eşəkdən tez gəlmişəm. Molla ev tikdirir. Evi tikən ustaya tapşırır ki, tavanın taxtalarını döşəməyə, döşəmənin taxtalarını isə tavana vurarsan. Molla bunun səbəbi nədir? Ev qutarandan sonra evlənəcəyəm. Arvad da ki girdi evə, sabahsı ev alt-üst olacaq. Ona görə də indi baş ayaq vur ki, onda düzəlsin. deyirlər ki, mollanın bir yaxşı süd verən inəyi var imiş. Günlərin birində necə olursa inək azarlayıb ölür. Molla o qədər ağlayır ki, onun lap dəlidir var. Qonşular baxırlar ki, bir ay bundan qabaq arvadı öləndə heç molla bu qədər qəm-qüssə eləməmişdi. Amma indi inəyi ölüb deyə nə özünü bilir, nə sözünü. Axırda biri molladan soruşur: Ay molla, heç arvadının ölməyi sənə belə təsir eləmədi. Bu necə işdir? Arvadım öləndə kəndin hamısı yasa gəlib mənə dilağız eləyib, hərə bir cür təsəlli verirdi ki, qorxma, sənə ondan da yaxşı arvad alarıq. Mənim də dərdim azalırdı. Amma budur, 2 gündür inəyim ölüb, bir nəfər gəlib demir ki, qorxma, sənə ondan da yaxşı inək alarıq. Ağlamayım, neyniyim? Bir gün bir məclisdə günəşin nə qədər faydalı olmağı barədə söhbət düşür. Hərə bir cür günəşin faydasından danışır. Bir kənarda oturan molla söhbətə qulaq asıb axırda deyir: Mən bilmirəm, siz niyə tutubsuz bu günəşin quyruğundan? Mənə qalsa, ay ondan faydalıdır. Niyə? Çünki günəş ancaq gündüz çıxır. Onun üçün də qaranlığa heç bir faydası olmur. Amma ay gecələr çıxıb bütün dünyanı işıqlandırır. İndi görün, günəş faydalıdır, ay. Günlərin birində molla başqa kənddə yaşayan dostlarının birindən bir eşək alır. Bir müddət keçdikdən sonra dostu mollalı bazarda görür. Baxır ki, molla eşeği yaman arıqladı. Əssalamu aleyküm molla, necəsən? Aleyküm selam. Ay molla, mən bu eşeği sənə satanda yazıq top kimi idi. Bunu niyə bu günə salmısan? Yəqin arpa vermirsən. Əşi, necə yəni arpa vermirsən? Heç elə də şey olar. Budur, 3 aydır mən bunu səndən almışam, elə alan gündən də gündə 10 girbənki arpa kəsmişəm. Ay molla, belə ki mən baxıram, bu eşək heç gündə 10 girvənki arpa yeyən eşəyə oxşamır. Hə, elə sən birazca haqlısan. Çünki düzdür, gündə 10 girbənkə kəsmişəm, amma biraz əlim aşağı olduğuna görə heç verə bilməmişəm. Amma mən haqdanan adam deyiləm. Hamısının hesabını saxlayıram. İşim düzələn kimi borcumun hamısını verəcəyəm. İsti yay günlərinin birində qonşular gəlirlər mollanın yanına ki, Ay molla, bu birə bizi əldən dildən saldı. Gecə səhərə qədər yatmağa qoymur. Bəlkə sən bir dərman biləsən, neyniyək? Onun üçün çox yaxşı, çox da asan bir dərman var. Gecə yatanda yanınıza duz qoyun. Elə ki birə gəldi, tutun, sonra duzdan bir çimdik səpin gözünə. O saat olacaq kör, daha bir də sizi tapa bilməyəcək ki sansın. Mollanın yaxın dostlarından biri kənddən ona qonaq gəlir. Həyətə gircək, başlayır eşşəyin üzərinə qışqırmağa ki, Kör dəysin sənə, hər nə yüklədimsə gətirmədin. Məni əziz dostumun yanında xəcalət elədin. Qışqırma eşeğin üstünə. Onsuz da kənddən bizə heç bir şey gətirmədiyi kimi, bizdən də kəndə heç bir şey apara bilməyəcək. Molla bir gün çöldən gəlirmiş. Kəndə girdə qüvvətli bir zəlzələ olur. Molla tez eşəkdən düşüb dua eləməyə başlayır. Görənlər soruşurlar: Molla, nə olub? Bu nə şükür duadır?
Siz bilmirsiniz. Bu zəlzələni ki mən gördüm, bizim evimizdə o qeyrət yoxdur buna tab gətirsin. İndi yəqin yerlə yeksan olub. Onun üçün dua eləyirəm ki, yaxşı ki mən evdə deyildim. Əgər evdə olsaydım, ölməsəydim də qorxudan bağrım çatlamışdı. Bir gün yenə də yolda eşeğin tərsliyi tutur. Molla andaman edir. Eşek yerindən tərpənmir ki, tərpənmir. Ay eşek, gəl gedək. Eşek olma. Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu aç saxlayıb. Samanzad versəm özüm bil. Ay kişi, dəli olma. Eşeği aç saxlasan ölər. Əl-qərəz bir neçə vaxt sonra axır ki molla yumşalıb deyir. Yaxşı arvad, apar saman ver, amma bilməsin ki mən icazə vermişəm ha. Ayağı yer alar. Yenə də günlərin bir gün mollanın arvadı mollo ilə mübahisə edir. Bu saat de görək bizim hansımızı daha çox sevirsən? Məni yoxsa ananı? Molla nə qədər andaman eləyib deyirsə ki, ikinizi də arvad əl çəkmir. Axırda arvad deyir. Bura bax, uzun eləmə. Birdən biz ikimiz də düşsək bir dərin gölə. Sən də olasan orada. Birinci hansımızı çıxardarsan? Molla baxır ki, iş şuluqdur, arvad mollanı yaman yerdə tutub. Odur ki, arvaddanan soruşur. Arvad, gərək ki sən azmaz üzməyi bilirsən axı. Aldığı şeyi geri qaytarmayan qonşularından biri bir gün gəlib molladan bir örkən istəyir. Molla deyir: Bu saat. Dayan qapıda, gedim gətirim. Qonşu gözləyir, handan ana molla gəlir ki, Ay qonşu, valla örkənin üstünə arvad buğda sərib. Ay molla, bu nə sözdür? Heç örkənin də üstünə buğda sərənlər? Niyə sərmirlər ki? Vermək istəməyəndə vap arpa da sərərlər. Birisi yenə də sataşmaq məqsədi ilə molladan saatın neçə olduğunu soruşur. İşi başa düşən molla ona cavab vermir. Həmin adam bir də təkrar soruşur. Molla, saatına bir bax görək neçədir? Baxmışam, bir dənədir. Yox, belə onu demirəm. Ümumiyyətlə saat neçədir? Nə bilim, ümumiyyətlə saat neçədir? Dünya doludur saatla. Ay kişi, onu soruşmuram, səndəki saat neçədir? Belədir, anlayaq da. 3 il bundan qabaq 5 manata almışam. İndi neçə olar bilmirəm. Canım, axşama nə var? Yeməyə bizə gələcəksən, yaxşı sarımsaq qatığımız var. Əşi, sən nə qəribə adamsan. Söz zad başa düşmürsən ki, indi nə zamandayıq? Baharın orta ayında. Kişi mollanın ondan da hazır cavab olub, onun özünü doladığını görür. Çıxıb gedir. Molla bir gün eşeği satmaq məqsədi ilə bazara aparır. Yolda baxır ki, eşeğin quyruğu balaca palçığa batır. Quyruğun palçığa batmağı heç yaxşı olmadı. Eşeğin qiymətini salacaq aşağı. Bunu deyib quyruğu qopardıb qoyur heybəyə. Özündən razı halda yollanır bazara. Bazarda müştərilər baxırlar ki, eşeğin quyruğu yoxdur. Yaxşı eşəkdir, heyf ki quyruğu yoxdur. Sən qiymətimi de, sevdamız baş tutsa, quyruq uzaqda deyil, heybədədir. İsti yay gecələrinin birində molla arvadı ilə damda yatmış imiş. Gecənin bir yarısı arvad mollaya deyir. Ay kişi, sən Allah biraz oyana çəkil, yaman istidir, laf bişdim. Molla bir söz deməyib çəkilir. Səhər molla yox olur. Arvad bir gün gözləyir, 2 gün gözləyir, 1 ay gözləyir, 3 ay gözləyir, molla gəlmir ki, gəlmir. 3-4 aydan sonra uzaq kəndlərin birindən gələn bir nəfər molladan belə bir sifariş gətirir. Bacı, molla soruşur ki, arvad hələ sərinləməyibsə, biraz da o yana çəkilim. mollanın uzun buynuz bir öküzü var imiş. Gecə-gündüz fikirləşirmiş ki, nə tövr eləyim, heç olmasa bircə dəfə bu öküzün buynuzlarının arasında oturum. Ancaq arzusuna çatmaq üçün heç bir fürsət tapa bilmirmiş. Bir gecə molla çıxır bayıra,
Baxır ki, öküz uzanıb həyətdə kövşiyir. Molla öz-özünə, sən öləsən, lap fürsətli deyib, ətəklərini yığışdırır, tullanır öküzün başına, əyləşir iki buynuzunun arasında. Öküz hürküb, qalxır ayağa, başını silkələyib mollanı çırpır yerə. Molla bayaxa özündən gedir. Tappıltıya arvadı çıxır bayıra. Görür ki, molla tir-tap uzanıb yerə, nə özünü bilir, nə sözünü, baş gözü də qan içində. Arvad haray həşir salır, camaat yığılıb mollanı ayıldır, baxırlar ki, bir qıçı da sınıb. Qərəz, kişini gətirib uzadırlar yorğan döşəyə. Molla göz gəzdirib görür ki, arvadı bir tərəfdə durub, xısın-xısın ağlayır. Başını qaldırıb deyir. Arvad, ağlama, hərçənd ki yıxılıb baş gözümü dağıtdım, amma arzuma da çatdım. Uşaqlar bir uzunboğaz çəkmə tapıb gətirirlər mollanın yanına ki, Molla əmi, bir qəribə şey tapmışıq, amma tanıya bilmirik ki, nə olan şeydir. Sən bax gör bu nədir? molla çəkmənin bir o tərəfinə, bir bu tərəfinə diqqətlə baxıb deyir. Balalarım, bu olsa bal taqını olacaq. Molla öz eşeğini bazarda satır, təzə bir eşeği alıb minir ki, gəlsin evinə. Eşeğin başı çox bərk, özü də çox inad olduğuna görə, molla nə qədər əlləşirsə, onu öz evinə tərəf sürə bilmir. Eşək birbaş gedir çölə tərəf. Molla çox əlləşdikdən sonra görür, yox, olmayacaq. Yorulub eşəkdən əl çəkir, onu öz keyfinə buraxır. Mollanın çölə tərəf getdiyini görən qonşularından biri soruşur. Molla, belə hara gedirsən? Hələlik eşəyin keyfi istəyən yerə. Molla, arvadın çox gəzir. Onun biraz ipini yağ. Düzdür, mənim arvadımda pis xasiyyət çoxdur. Hər nə desəniz inanaram, amma gəzəyən olduğuna inanmıram. O yalandır. Nədən deyirsən yalandır? Ondan deyirəm ki, əgər gəzəyən olsaydı, ayda, ildə bir dəfə də azıb öz evimizə gəlib çıxardı. Yenə də bir gün mollanı bir evə qonaq çağırırlar. O ac olduğuna görə xörəyi çox tez-tez yeyib hamıdan qabaq qurtarır. Elə ki süfrə yığışdırılır, molla ev sahibinə deyir. Səndən çox razı qaldım ay qonşu. İnşallah bu günlərdə bir də belə bir iş görsən, lap razı qalaram. Yox, molla, mən səni daha qonaq çağırmayacağam. Sən məclisin gözəlliyini pozursan, elə tələm-tələsi yeyirsən ki, dalınca çatmaq olmur. Rəhmətliyin oğlu, söz danış, söz olsun. Sən qonaqlıq ver, məni çağır. Asta yeməyə nə var? Söz verirəm ki, bu dəfə hər tikədən sonra gedib hamamda çimib gələm, ikinci tikəni götürəm. Yenə günlərin birində molla eşşəyini itirir. Həm axtarır, həm də şikəstə deyib oxuyur. Görənlər soruşurlar. Ay molla, eşək itən də oxuyarmı? Hələ tapmağa ümidim var. Odur ki, şikəstə deyirəm. Elə ki, axtarıb qutardım. Tapmaqdan əlim üzüldü, onda sən gəl məndəki bayatıya, ağıya bax. Molla bir gün eşşəkdən yıxılır. Uşaqlar görüb gülüşürlər. Molla yerdən qalxıb, üstünün tozunu silə-silə deyir. Uşaqlar, niyə gülürsüz? Onsuz da düşəcək gül. Bir gün Molla Nəsrəddin həyətdə cücələr üçün milçək ovlayırdı. Elə bu vaxt biri Mollanın yanına gəlib soruşur ki, Molla, sən bilərsən, qiyamət nə vaxt olacaq? Hansı qiyamət? Molla, neçə qiyamət var ki? İki cür qiyamət var. Kişi özü öləndə bu olur kiçik qiyamət, bax əgər arvadı ölərsə, bu olar böyük qiyamət. Mollanın ərdə iki qız var imiş. Bir gün bu fikrə gəlir ki, gedib hər ikisinin keyfini soruşsun. Durub qabaqca gəlir böyük qızının yanına. Biraz oradan buradan söhbət eləyəndən sonra qız deyir. Kürəkənin bu il buğda əkib. Mənə də söz verib ki, əgər yaxşı yağış yağıb bol məhsul olsa, mənə bir dəstə ipək paltar alsın. Molla
yağışın yağması üçün biraz dua eləyir. Sonra durub kiçik qızının yanına gedir. Burada da bir qədər söhbətdən sonra kiçik qız deyir. Kürəkənin çoxlu pambıq əkib. Əgər yağış yağıb pambığı xarab eləməsə, mənə bir dəst paltar alacaq. Molla burada da yağışın yağmaması üçün dua eləyir, sonra durub gedəndə deyir. Bala, dünyanın işi belədir. Bacının birinə yağış lazım olur, birinə quraqlıq. Atanın da əlindən o gəlir ki, hər ikisi üçün dua eləsin. İsti yay günlərinin birində molla bir kəndə gedib tanışlarından birinin evinə düşür. Molla, yolda yəqin istiyə düşübsən. Nə deyirsən? Su verim içəsən, ya yatırsan? Molla baxır ki, ev sahibi çörək haqqında heç danışmır. Oturub deyir. Gələndə yolda bulaq başında doyunca yatmışam. Bir gün molla turşu satmaq üçün eşşəyini və tərəzisini götürüb gəzməyə başlayır. Mollanın eşşəyi ac olduğundan yoldan keçən insanları görəndə mollaya "Ay turşu alan" deməyə imkan verməmiş, özü anqırırdı. Bir gün belə, 2 gün belə keçir. Birdə eşşək anqıranda molla hirslənib onun qulağını möhkəm tutub deyir. Ədəbsiz, qoysana bir məndə qışqırım. Bir də görüm, bu zəhrimar turşunu sən satacaqsan ya mən. Mollanın qonşuluğunda yaşayan bir oğlan evlənir. Gəlin gələndən düz 3 ay sonra doğur. Gəlirlər mollanın yanına ki, Molla, bu uşağın adını nə qoyaq? 9 aylıq yolu 3 aya gələn uşağa bircə ad qoymaq olar. Çapar. Molla bazardan idə alıb gətirir. Arvadı ilə başlayırlar yeməyə. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. Soruşur ki, Kişi, iydənin dənəsini niyə yeyirsən? Bəs niyə yeməyim ki? Yeməli olmasaydı pulla satmazdılar ki. Atılmalı şeyi də satarlar. Birisi özünü çox tərifləyib həmişə deyərmiş ki, məni heç kəs aldada bilməz. Axırı bir gün yenə belə deyəndə molla hirslənir ki, Dayan burada. Bir evə gedim gəlim. Gör səni necə aldadıram. molla bu sözləri deyib gedir. Kişi ha gözləyir ki, molla gələcək, molla gəlib çıxmır. Axırda adamları çağırıb əhvalatı danışır ki, İndi özünüzdə görün. Molla gördü ki, məni aldada bilməyəcək, əkildi. Hamı başlayır gülməyə. Axırda kişi hirslənir ki, Niyə gülürsünüz? balam daha aldatmaq necə olar ki, o elə səni aldadıb burada saxlayıb da? Molla bir gecə evdə yatdığı zaman tamın üstündə bir oğrunun gəzdiyini hiss eləyir. Haman arvadını oyadıb söhbətə başlayır və ucadan deyir. Dünən gecə gəldim, qapını nə qədər döydümsə oyanıb açmadın. Axırda çıxdım dama, bir dua oxuyub, yapışdım ayın işığından, bacadan düşdüm evə. Oğru bu söhbəti eşidib damda gizlənir. Arvad başla xoruldamağa. Xorultu evi basır. Elə ki oğru içəridəkilərin yatdığına lap arxayın olur, ayağı durub bir dua oxuyur. Əlini aya tərəf uzadıb, özünü bacadan buraxır evə. Arvad, tez ol, işığı yandır, oğrunu tutmuşam. Nahaq yerə tələsmə qardaş. Sən öyrətdiyin duanın, bir də məndə olan ağlın bərəkətindən elə yıxılmışam ki, heç ayağa qalxa bilmirəm. bir gün Molla Nəsrəddin oğlu ilə bərabər üyütmək üçün dəyirmana buğda aparır. Buğdanı oğlunun dalına yükləyir, özü də onun dalınca yavaş-yavaş gedirlər. Yolları bir çala-çuxur yerdən düşür. Molla oğlunun nə dərəcədə hazır cavab olub olmadığını yoxlamaq üçün deyir. Bala, gözlə, yükü aşırarsan. Bir dəfə bizim çərdəymiş eşşək burada yükünü aşırdı. Oğlan heç bir söz demir. Taxılı üyüdürlər, qaydanbaş molla nə qədər eləyirsə, oğlu onu dalına götürmür ki, mən yorulmuşam, həm də qaranlıqdır. Molla əlacsız qalıb onu öz dalına götürüb düşür yola. Elə haman çala-çuxur yerə çatanda oğlu daldan qışqırır ki,
Ata, gözdə yıxılarsan ha. Dəyirmançı da deyirdi ki, burada çox at eşşək yıxılıb. Molla küçə ilə gedərkən bir nəfər onun əmmaməsini başından götürüb qaçır. Molla baxır ki, ona çata bilməyəcək. Qayıdır, birbaş yürür qəbirstanlığa. Bir daşın üstündə oturub başlayır gözləməyə. Bir nəfər soruşur. Molla, sənin əmmaməni götürən bazara tərəf qaçdı. Bəs sən bura niyə gəlmisən? Sən işində ol. Bazara getmir. Lap göyə çıxsın. Hara getsə, axırda bura gələcək. Deyirlər ki, günün birində yenə də əmioğlu evdəykən molla gəlir. Arvad bu dəfə də əmioğlusunu sandıqda gizlədir. Ancaq gecikir. Molla pəncərənin qabağından keçəndə onları görür. Tez evin qapısına tərəf gedir. Arvad da başa düşür ki, molla onları gördü. Tələsik əmioğlunu sandıqdan çıxarıb yenə də mətbəxə qaçırdır. İnəyin elə o gün molla bazara gedəndən sonra anadan olmuş buzovunu tutub sandığa salır. Molla içəriyə girir, heç bir söz deməyib birbaş sandığın üstünə cumur. Qapağı qaldırıb baxır ki, pəncərədən öz gözləri ilə gördüyü kişi dönüb olub buzov. Öz-özünə deyir. Mən bu arvaddan hər şey gözləyirdim. Amma bağlı sandığın içində adamı buzova döndərə biləcəyini gözləmirdim. Yaxşısı budur ki, heç səsimi çıxarmayım. Yoxsa məni də inəkdən, öküzdən bir şeyə döndərər, sonra əlim heç yana çatmaz. Bayram qabağı molla bazardan bir dolu zəmbil meyvə alıb evə gətirir. Özü minir eşşəyə, zəmbili də qoyur öz çiyninə. Molla, bu nə deməkdir? Zəmbili niyə eşşəyin üstünə qoymursan, özünə əziyyət verirsən? Yaxşı, sizin fikriniz nədir? Deyirsiniz, eşşək həm məni aparsın, həm də bu ağırlıqda zəmbili. Bu heç insafdandır. Elə eləyirəm ki, ağırlığın hamısı eşşəyə düşməsin. Molla bazarda bir nəfərə rast gəlir. Tez salam verir, görüşür, qucaqlayıb öpür. Sonra bir də diqqətlə kişini gözdən keçirib soruşur. Qardaş, sən kimsən? İndi ki, mənim kim olduğumu bilmirsən. Bəs niyə belə cani dildən qucaqlayıb öpürdün? Valla, baxdım ki, paltarım oxşuyur, saqqalın saqqalıma, dedim ki, bəs sən mənsən. Molla arvadı ilə bərabər 4 günlük yolda olan bir kəndə qonaq gedir. Evdən elə təzəcə çıxdıqları vaxt molla arvaddan soruşur. Arvad, hələ çox gedəcəyik. Arvad baxır ki, molla onu doluyub. Deyir. Yox, bir şey qalmayıb. Bugündən sabahı da getsək, vur tut qalacaq 2 günlük yolumuz. Taydənən yolu yarlamışıq da, bir şey qalmayıb ki. Hə, bir gün bir nəfər mollanın yanına gəlib deyir. Molla, mənim üçün bir məktub yaz. Nə məktub? Atama göndərəcəyəm. Atan hardadır? Bağdadda. Bağışla bala, vallahi işim çoxdur, gedə bilməyəcəyəm. Hara molla? Bağdada. Sən niyə gedirsən ki? Sənin getməyin lazım deyil. Yox, sən bilmirsən, lazımdır. Mənim yazdığım məktubu özümdən başqa heç kəs oxuya bilməz. Məktubu yazdım, gərək oxumaq üçün də özüm gedəm. Odur ki, indi vaxtım yoxdur, gedə bilmərəm. Bir gün molla yol gedirmiş. Hava isti olduğundan möhkəm susuyur. Baxır ki, yolda yaxşı bir bulaq var. Eşəkdən düşüb, öz abasını da soyunub, qoyur eşeğin üstünə. Gedir su içməyə. Yoldan keçən bir oğru abanı götürüb gedir. Molla fırlanıb görür ki, aba yoxdur. Sonra o yana bu yana baxıb, heç kimin olmadığını görüb, tez eşeğin palanını götürüb deyir. Eşek, hanı mənim abam? Bax, ver abamı, verin palanını. Mollanın eşşəyi itir, o car çəkərək deyir. Ay mənim gözü xallı eşşəyimi görən, ağbatı xeyir olan. Kim tapsa üstünə də bir zəhmət haqqı qoyub bağışlayaram ona. İndiki eşşəyi bağışlayacaqsan tapana, daha niyə zəhmət çəkib axtarırsan? Siz bilirsiniz tapmağın ləzzəti nədir? Deyirlər bir müddət mollanın 2 arvadı olub. Özləri də yaman da vakar imişlər. Həmişə savaşarmışlar. O deyərmiş, molla məni çox istəyir, bu deyərmiş, yox, məni çox istəyir.
Axırda da həmişə gəlib molladan soruşarmışlar. De görək, hansımızı çox istəyirsən? Hansımızı çox istəyirsən? Molla axırda təngə gəlir, gedib bazardan 2 dənə göy muncuq alır. Hərəsini gizlincə bir arvada verib deyir. O biri arvadı göstərmə. Bu mənim sənə olan məhəbbətimin nişanəsidir. Bundan sonra arvadlar gələndə ki, hansımızı çox istəyirsən, molla deyərmiş, göy muncuq kimdədir? Mənim könlüm ondadır. Molla cüt sürdüyü zaman qayış qırılır. Molla tez əmmaməsini açıb 4 qat eləyir, qayış yerinə bağlayır. Elə öküz bir dəfə güc verəcək qırılır. Molla 4 parça olmuş əmmaməsini götürüb baxıb deyir. Şənin şöhrətin dünyanı götürüb. Həmişə mollaların, axundların başında gəzirsən. Söz-sözə gələndə qayışı bəyənməzsən. Amma bax, onun aylarının, illərindən dözdüyünə bircə saatda dözə bilmədin. Mollanın bir eşeği var imiş. Gah qaçırmış, gah təpiyləyirmiş. Axır ki, molla eşeğin əlindən lap cana gəlmiş. Axırda bir gün tutub bazara aparır. Müştərilər eşeğin başına yığışıb soruşurlar. Molla, eşek neçə yaşındadır? Bilmirəm, bu eşeği, bu da siz. Baxın görün neçə yaşındadır da, daha məndən niyə soruşursun? Kim eşeğe yaxın gedirsə bir təpi yeyir. Ağzını açıb dişlərinə baxmaq istəyən qaçır. Bir sözlə bir adam eşeğe yaxın düşə bilmir. Ay molla, bu nə bəd eşəkdir? Bunu alan olmaz. O heç yanına adam qoymur. Siz elə bilirsiniz ki, mən onu satmaq üçün gətirmişəm. Yox, gətirmişəm göstərim ki, mən bunun əlindən nə çəkirəm. Bir gün bir məclisdə molladan soruşurlar ki, Molla, adamlığın nişanəsi nədir? Adamlığın əsas 2 nişanəsi var. Birincisi odur ki, bilənlər danışanda yaxşı-yaxşı qulaq assın. İkincisi də odur ki, özü danışanda öz sözlərini eşidə bilsin. Molla, gəl, arvadın ölüb. Pay at ondan, genə məndən qabağa düşdü, ey. Molla eşidir ki, qonşuda toydu, özdə yaxşı plov var. Çox fikirləşəndən sonra gedib bir zərf alır, içinə bir vərəq, ağ kağız qoyub, ağzını bağlayır, birbaş özünü verir toy olan evə. İçəri girib soruşur. Ev sahibi hanı? Ona məktub gətirmişəm. Ev sahibi də qonaqlar olan otaqdaymış. Bu vasitə ilə molla girir otağa, zərfi bir təhər ev sahibinin ovucuna basıb, tez çökür süfrənin başına, başlayır yeməyə. Ev sahibi baxır ki, zərfin üstündə məktubun kimə çatmalı olduğu yazılmayıb. Bu nədir? Zərfin üstündə heç bir şey yazılmayıb ki. Molla ağzındakı tikəni bir təhər udub deyir. Bağışla, valla çox tələsik olduğu üçün heç içi də yazılmayıb. Gecənin bir yarısı molla tələsik arvadı yuxudan oyadır ki, Arvad, tez ol, eynəyimi mənə ver. Ah kişi, gecə qaranlıqda, yorğan döşəyin içində eynəyi nə eləyirsən? Arvad, tez ol, bir yaxşı yuxu görürəm. Ancaq bəzi yerləri qaranlıqdır beyə, seçə bilmirəm. Eynəyi ver yaxşı-yaxşı baxım. molla 2 gündən bir arvadı ilə savaşırmış. Yenə də bir gün arvadı ilə savaşıb evdən çıxır. Qızı ha gözləyir, görür yox, atası gəlmədi. Başlayır axtarmağa. Hər yeri əldən ayaqdan salır, atası tapılmır ki, tapılmır. Axırda əl üzüyüb evə dönür. Çörək gətirmək üçün mətbəxə girir, baxır ki, atası girib oturub küncdəki küpün dalında. Qız sevincək soruşur. Ata, səhərdən səni axtarıram, hər yerə baxmışam. Burada nə eyniysən? Nə eləyəcəyəm bala? Ananın əlindən bu qürbət ellərdə bir yolluq ölüb canımı qurtarmaq istəyirəm. Molla, bir saatlığa eşeği ver də dəyirmana dən aparım. Gerim eşəyimə məsləhət eləyim. Görüm nə deyir. Belə işləri o məndən yaxşı bilər. Onu deyib girir həyətə. Nə eləyir, nə eləmir, qayıdıb gəlir ki,
Balam, vallahi eşək razı olmur. Niyə razı olmur Aynolla? Deyir ki, məni özgəyə versən, səni söyəcək, məni döyəcək. Bir gün mollanın eşşəyi itir. O da and içir ki, eşşəyi tapsam bircə manata satacağam, ürəyim soyusun. Bir-iki gündən sonra eşşək tapılır. Mollanın and içdiyini bilən şəhərin lotuları kəsirlər onun yolunun üstünü ki, Molla, ya sabah gərək eşşəyi bazarda 1 manata satasan, ya da ki sözünə əməl eləmədiyini deyib, səni hər yerdə biyabır edəcəyik. molla qalır məəttəl ki, neynəsin. Fikirləşir, axırda bir pişik tutur, bir iplə eşşəyin boynuna bağlayıb gətirir bazara. Car çəkib deyir, bir eşşək satıram 1 manata, bir pişik satıram 100 manata. Ancaq ikisini də gərək bir adam ala. Günlərin birində molla küçədə üzü üstə yerə düşmüş bir güzgü tapır. Nə olduğunu bilmir, amma elə xoşuna gəldiyi üçün sevincək tez götürür. Güzgünü çevirib baxır ki, o biri üzü şüşə kimidir. Qaldıranda orada öz əksini görür. Qalır məəttəl ki, görəsən bu adam kimdir? Gözlərini qıyıb bir də diqqətlə baxır ki, bəlkə tanıya. Güzgüdəki əks də gözlərini qıyır. Molla güzgüdəki əksdə də eyni hərəkəti görüb gözlərini bərəldir. Güzgüdəki əks də gözlərini bərəldir. Molla tez güzgünü götürdüyü yerə qoyub deyir. Bunun sahibi yanındaymış ki. Bir gün molla evinə getdiyi vaxt yolda uşaqlardan biri onun əmmaməsini başından götürüb qaçır. Molla eşşəkdən düşüb başlayır uşağı qovalamağa. Uşaq görür ki, molla onu tutacaq, əmmaməni yoldaşlarından birinə atır, o buna, bu ona. Uşaqlar yığışırlar, əmmamə başlayır göydə oynamağa. Molla baxır ki, əmmaməni almaq mümkün olmayacaq, eşşəyi minib düşür yola. Yolda qonşulardan biri ona rast gəlib soruşur. Molla, bu nədir? Əmmamən hanı? Uşaqlığı yadına düşmüşdü. Getdi uşaqlarla oynamağa. Günlərin birində Molla Nəsrəddin yaxşı tanıdığı bir nəfərlə yola çıxır. Gün ortası bunlar çörək yemək üçün bir bulağın başında düşürlər. Hərə öz dəstərxanını açır, yoldaşı tutur mollanın yaxasından ki, Gəl, nəyimiz varsa qarışdıraq. Əgər sənin bir fırıldağın yoxdursa, elə öz çörəyini özün yedə. Bir axşam geç saatlarda qonşu gördü ki, Molla Nəsrəddin küçə fənərinin altında 4 ayaq üstə sürünərək nəsə axtarır. Molla, nə itirmisən? Molla Nəsrəddin başını qaldırıb sakitcə cavab verdi. Evimin açarlarını... Qonşu ona kömək etmək qərarına gəldi və birlikdə işıqlı dairənin hər qarşını axtardılar. 1 saat nəticəsiz axtarışdan sonra qonşu soruşdu. Bax, biz hər yeri yoxladıq. Sən əminsən ki, onları məhz burada itirmisən? Yox, mən onları o tərəfdə, qaranlıq dalanda itirmişəm. Onda niyə burada fənərin altında axtarırsan? Axı ora qaranlıqdır, bura daha işıqlıdır. Molla səhər durur həyətində bitən əncir ağacına baxıb deyir. Nə gözəl əncirdir. Gərək bu əncirdən topluyum, Əmir Teymura nübar aparım. Həm də 5-dən, 3-dən ənnam alaram. Molla əncirdən bir qab dərib, kəmalı səliqə ilə Əmir Teymura aparır. Mühafizəçilər deyir. Molla içəri girə bilməzsən, ənciri özümüz aparacağıq. Neynək? Mən də oturaram burada, Əmir Teymuru gözləyərəm. Molla sarayın qarşısında əyləşib, Əmir Teymurdan ənnam gözləməkdə olsun, bu tərəfdən də bir dəstə əskər, bir neçə dustaq gətirir. Rəis, bir dustaq çatmır. Necə yəni çatmır? Bu dustağa görə hamımızı basacaqlar içəri. Baxın ətrafda kim var? Tutun, gətirin basaq içəri. Mühafizəçilər qapıda oturmuş mollanı tutub, dustaq adına təhvil verirlər. Yazıq molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır.
Kişini döyə-döyə aparıb atırlar zindana. Əncirin mükafatı zindan olur. Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində necə olursa Teymur Ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, mollanı azad eləsinlər. Sonra soruşur. Sənin əncirin də mənim xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən? Qiblə-i aləm, mən o əncir üçün sizdən o qədər görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər. Baltanı neyniyirsən? Heç zat. Əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim. Bir gün molla başqa kəndlərin birində işlədiyi zaman bərk azarlayır. Soruşurlar ki, Molla, şər deməsən xeyir gəlməz. İşdi başına bir iş zad gəlsə, kimin kimsən varmı ki haqqını ona göndərək? yox, heç kəsim yoxdur. Atam ölüb, anamı da hələ ölməmişdən qabaq boşuyub. Şəhər qazısının molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən ötürü molla qazının yanına getməyə məcbur olur. Evinin qabağına çatanda qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını döyür. Qazının nökəri qapıya gəlib xəbər alır. Kimi istəyirsən? Qazını görəcəyəm. Qazı evdədir? Ağam evdə yoxdur, bazara gedib. Qaydanda ağana deyinən ki, bazara gedəndə bir də başını yadından çıxarıb pəncərədə qoymasın. Yoxsa xalq elə bilər ki, evdədir. Molla 50-60 yaşlarında ikən bir gün özünü çox pis hiss edir. Oğlu qaçıb tez bir həkim gətirir. Həkim uzun uzadı baxandan sonra mollanın oğluna deyir. Oğlum, atanın heç bir xəstəliyi yoxdur. Ancaq özünü pis hiss eləyir. Bunun da bircə çarəsi var. O da budur ki, gərək atanı evləndirəsən. Canım, bu qocalıqda kişini də evləndirərlər. Kəs səsini, sən həkimdən çox bilmirsən ki. Ay cəmaət, marketdə qiymətlər ot tutub yanır, molla da ayın axırına güclə çatdırır, neyniyim, nə edim deyə düşünür. Ağlına bir fikir gəlir. Gərək eşşəyin arpasını biraz azaldım. Öz-özlüyündə bunun çox yaxşı fikir olduğunu deyib, elə həmin gündən də eşşəyin arpasını azaltmağa başlayır. Baxır ki, eşşəyin halında elə bir fərq olmadı. Sabahsı yenə biraz arpadan, biraz da samandan azaldır. Baxır ki, yox, eşşək biraz halsızlaşıb, amma o qədər də gücdən düşməyib. Belə-belə az-az eşşəyin arpasını lap kəsir. Samanı da gündə bircə dəfə verir. Bu halı ilə bir neçə vaxt keçir. Bir gün molla səhər tövləyə gəlib görür ki, eşşək ölüb. Bir ah çəkib deyib, eşşəyə yaxşı qənaət etməyi öyrədirdim. Heyf ki, əcəl aman vermədi. Molla bir gün arvadı ilə söhbət edir, birdən vəsiyyət edir ki, Öləndə məni bir köhnə qəbrə qoyun. Niyə? İnkir-minkir gələndə qəbrimin köhnəliyini göstərib, bəlkə sorğu-saldan canımı qurtararam. Bugün sizə Molla Nəsrəddinin maraqlı lətifələrindən birini danışacağam. Bir gün Molla eşşəyin qabağına ot əvəzinə taxta talaşası töküb. Gözləyir ki, eşşək taxta talaşasını yesin. Qonşu bunu görüb deyir, Ay Molla, heç heyvan da taxta talaşası yeyər. mən də bilirəm yeməz, amma neyniyim? Ot yoxdur, heyvan da acdır. Sən güya eşşəyi aldatmaq istəyirsən. Baxıram, eşşəkdə axmaq deyil ha, ot həvəzinə taxta talaşası yesin. Əri onu öz başına qoyan kimdir? Bu saat yiyər. Molla eşşəyin gözünə yaşıl eynək taxıb deyir. Hə, hindi yer. Molla Nəsrəddinin bir çirkin qızı varmış. Bir gün toy eləyib
qızını öz düşmənlərindən birinə ərə verir. O bu yığılıb mollanı danlayırlar ki, Molla, niyə qızını ona verdin? O ki sənin düşmənin idi. Adam da düşməninə qız verərmi? Qızımın üzünü görmüş olsaydınız, bu sözü deməzdiniz. Mən ona yaxşılıq eləməmişəm. Ondan intiqam almışam. Bir gün yenə də mollanın arvadı ağrı çəkir. Molla tez qaçıb mamaça gətirir, özü də çıxıb həyətdə, qaranlıqda gözləməyə başlayır. Yarım saat, 1 saat, bir də mamaça qışqıra-qışqıra gəlir ki, Molla, muştulumu ver, ata oldun. Molla sevinir. Mamaça içəriyə girən kimi yenə də qayıdır ki, Molla, gözün aydın olsun, biri də oldu. Molla gedir fikrə. Bu halda mamaça bir də içərdən qışqırır ki, Molla, dövlətin gəl ha gəl idi, biri də oldu. Molla daha özünü saxlaya bilməyib qapını aralayır, mamaçanı səsləyir ki, Başına dönüm, ışığı söndürün. Bu köpək uşağı ışığa gəlir. Molla qızını ərə verir. Gəlin aparılanda mollanı çağırırlar ki, Ay molla, gəl qıza xeyir dua ver. Bir də ki, bəlkə tapşırığın zadın var. Molla qızın yanına gəlib, qızım, yadında qalsın. Təzə getdiyin evdə nə qədər tikiş tiksən, sapın ucunu düyünlə. Yoxsa sap çıxar, iynə qalar əlində. Mollaya bir kifir arvad alırlar. Molla bir başına vurur, bir dizinə. Amma neyniyəsən? Başa gələn çəkilər. Molla səhər durub gedəndə arvad soruşur. Kişi, qohumlarından, qonşularından kimə görünüm, kimdən qaçım? Arvad, başına dönərəm. Mənə görünmədə kimə istəyirsən görün. bir gün bir xəsis tacir molladan soruşur. Molla, bu dünyada ən çox kimi sevirsən? Mənim qarnımı doyuranı. Demək, əgər mən sənin qarnını doyursam, məni hamıdan çox sevərsən, eləmi? Məhəbbət ki var, əgər ilə məgər ilə olmaz. Gərək göz görə, ağızda da, qarın doya, könül sevə. Gecə mollanın uşağı ağlayır. Arvad mollanı yuxudan oyadır ki, Molla, axır biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovud. Sən öz payını ovud, işin yoxdur. Qoy mənim payımı ağlasın. Molla bir gün vəz eləyəndə deyir, Camaat, tibb elmi ibarətdir 4 xəttdən. Kim buna düzgün əməl eləsə azarlamaz. Ayağını isti tut, başını sərin. Yeməyə diqqət et, düşünmə dərin. Bir gün mollanın oğlu küçədən bir cib bıçağı tapır. Gətirib atasına göstərib soruşur ki, Ata, bu nədir belə? Bala, bu hələ təzəcə anadan olmuş mişar balasıdır. Sən yaxşı saxlaya bilməzsən, ölər. Qoy qalsın mənim cibimdə, böyüsün, elə ki dişləri çıxdı, oldu mişar, onda verərəm sənə. Bir gün birisi gəlib mollanın qapısını döyür ki, Ay molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək istəyirəm. Ay qonşu, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradır. Nə olsun rəngi qaradır? O üçün verə bilmərəm də. Vermirsən, vermə. Amma qaralığın buna heç dəxli yoxdur. Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var. Günlərin birində Molla Nəsrəddin yelkənli gəmiyə minib səyahətə çıxır. Yolda şiddətli bir külə əsib gəmini oynatmağa başlayır. Gəmidəkilər yelkəni bağlamaq üçün dirəyə dırmaşırlar. Molla bunu görüb deyir, Kişilər, bu gəmi dibindən oynayır. Əgər oynamamağını istəyirsinizsə, dibindən bağlayın. Daha təpəsinə niyə dırmaşırsınız? Mollaya xəbər verirlər ki, arvadın yıxılıb, ağlı başından çıxıb. Bir şey gərək əvvəldən ola ki, sonra çıxa. Arvad mənimdirsə, onun heç əvvəldən də ağlı yox idi. Görəsən çıxan nə imiş? arvadı gecə mollanı yuxudan oyadır ki,
Molla, evdə pişik var, qabları sindirəcək. Sağ tərəfindən o şamı ver yandırım, pişiyi qovum. Arvad, gitsat deyirsən ki, gecənin bu qaranlığında mən nə bilim sağ tərəfim hayandadır? Deyirlər ki, gecələrin birində yenə də mollanın evinə oğru gəlir. Nə qədər axtarırsa, əlinə heç bir şey keçmir. Mollama oyaq imiş, oğruya fikir verirmiş. Çox gözləyir, baxır ki, oğru əl çəkmək istəmir, fikri odur ki, elə hökmən bir şey çırpışdırsın. Təngə gəlib deyir, Ay qardaş, sən Allah qoy yataq. Vallah billah o şeyi ki, sən gecə qaranlıqda axtarırsan, mən günün günorta çağı axtarıram, tapmıram. Yenə də bir gün molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir. Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə qabaqca əl-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır, görür ki, yox, elə ayaqlar da əməli başlı soyuyub. Əlim ayağım yaman soyuyub. Deməli mən ölmüşəm. Görək xəbərim yoxdur. Bunu deyib molla uzanır yerə və gözünü yumur. Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaçlığa. Bu anda bir neçə canavar eşşəyi görüb tökülür üstünə. Molla şıqqıltı ilə başını qaldırıb görür ki, canavarlar kəmali qayda ilə eşşəyi yeyirlər. Molla baxıb deyir, Ah, ay köpək oğlunun canavarları. Olaydı Molla Nəsrəddin diri, görüm necə yeyirdiniz onun eşşəyini. Ölən eşşəyini əlbəttə yeyərlər. Gecələrin birində mollanın evinə oğru girir. Arvad şıqqıltıya oyanıb yavaşca mollanı dürtməliyir ki, Ki, dur, evə oğru girib. Arvad, sən dua elə, o evimizdə bir şey tapsın. Əlindən almaq asandır. Günlərin birində mollanın inəyi itir. Yazıq küçələrə düşüb car çəkir, özü də tez-tez deyir, Kimə rast gəlir gəlsin, qazıya rast gəlməsin. Ay molla, qazıdan niyə belə qorxursan ki? Rast gəlsə nə olar? Sizin savadınız yoxdur, bilmirsiniz. Mən qanun kitablarına bələdəm. İnək qazıya rast gəlsə, salacaq o qanun kitablarına, halal eləyib, inəyi yeyəcək, çox danışsam hələ özümü də cərimə eləyəcək. Molla arvadı ilə gölə paltar palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır. Əkşi, qoyma. Qarğa sabını apardı. Görmürsən, yazığın üst başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki. Biri qaça-qaça gəlib mollaya xəbər verir ki, Molla, tez ol gəl, evinizə ot düşüb yanır. Qapınızı nə qədər döydümsə heç kəs açmadı. Yəqin evdə adam yoxdur. Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdir, ev işi onun. Zəhmət olmasa ged onu tap, de ki gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm. Havanın soyuq vaxtı molladan soruşurlar. Molla, qışa nə hazırlayıbsan? Yaxşıca üşümək, bir də titrəmək. bir arvadın 18-19 yaşlarında çox ərköyün böyümüş bir qızı var imiş. Qız gündə cürbəcür tələblərlə yoxsul dul anasını təngə gətirirmiş. Axırda arvad mollanın yanına gəlir ki, Ay molla, qızım məni lap təngə gətirdi. Deyirlər sənin çox kəsərli nəfəsin var. Buna bir nəfəs sal, bəlkə biraz sakitləşsin. Bacı, mən qoca kişiyəm. Nəfəsim ona kar salmaz. Əgər sakitləşməyini istəyirsənsə, ver onu ərə. Elə ki, ev dərdi, çörək dərdi, uşaq dərdi onu çulğadı, onda elə sakitləşər ki, lap quzudan da sakit olar. Mollanın birinci dəfə ailəsini şəhərə köçürməyi barədə belə bir rəvayət də var. Molla şəhərdə ev tutur, arvadı ilə oğlunu da kənddən şəhərə köçürdür. Oğlu şəhərdəki minarələri Gör, bunları tikən adamların boyu nə uzun imiş? Nə bildin? Gərək əli çataydı, ya yox. O boyda adam olmaz. Yəqin qabaqca yerdə böyrü üstə tikib, sonra dikəldiblər. ana bala mübahisə edirlər.
Hərə öz dediyini deyir. Molla görür mübahisə çox uzanacaq, söhbətə qarışıb deyir. Nə sənin fikrin düzdür, nə də onun. Bunlar su quyusudur. Tərsinə çeviriblər ki, gün vurub qurutsun, kif atmasınlar. Molla dəniz kənarı ilə gedirmiş. Bir də baxır ki, möhkəm susuyub. Nə qədər axtarırsa, şirin su tapa bilmir. Əlacsız qalıb dənizin suyundan bir qurtum içir. Su həm boğazını yandırır, həm də ürəyini bulandırır. Düzəlir yola, biraz gedəndən sonra bir bulaq tapır, suyundan doyunca içir, bir qabda doldurub gətirib dənizə töküb deyir. Mən həmişə çığır-bağır salıb mənəm deyənləri sənin kimi gördüm. Ala, bax, su belə olar. Molladan bir gün soruşurlar ki, Molla, ölü aparanda tabutun qabağında olmaq yaxşıdır ya dalında? Özün bilərsən. Harasında olursan ol, amma çalışın içində olmayın. Birisi əlində bir yumurta gizlədərək molladan soruşur. Molla, əgər bilsən əlimdəki nədir, bu saat sındırıb, salıb yağa, qayğanaq eləyib verərəm sənə. Molla biraz fikirləşəndən sonra soruşur. De görüm rəngi necədir? İçi sarıdır, bayırı ağ. Aha, tapdım. Turpu dəlib, içinə zəfəran töküblər. Bir məclisdə bir nəfər haqqında söhbət düşür. Bu adam arvad sarıdan çox talihsiz imiş. Gənc olduğuna baxmayaraq, 2-3 ilin içərisində 5-6 dəfə evlənmişdisə də, arvadlarının hamısı ölübmüş. Məclisdəkilər onun halına yanırlar. Biri deyir, Yazıq, çox bədbəxtdir. Birinci arvadı 2 ay yaşadı. İkincisi heç bir ayda çəkmədi. Üçüncüsü 1 ilidir ki, gəlmişdi, öldü. Dördüncüsü, beşincisi, bu da altıncısıdır ki, bugün ölüb. Bir tərəfdə oturmuş molla, öz kifir, bədxasiyyət arvadını yadına salıb deyir. Dünyada bircə nəfər xoşbəxt adam var ki, siz də onun adını qoyubsunuz, bədbəxt. Mollanın bir oğlu olur. Qonşular yığılırlar ki, Molla, gəl oğlana ad qoyaq. Bala, sənin adımı qoydum Molla Nəsrəddin oğlu Fatma. Ay Molla, uşaq oğlandı. Sən ona arvad adı niyə qoyursan? Bilirəm, ancaq arvadımı çox istəyirəm. Bəlkə sabah biri gün yıxıldı, öldü deyə adını uşağa qoyuram ki, ondan yadigar qalsın. Molla bir gün oğlunu bazara göndərir ki, kibrit alıb gətirsin. Oğlu kibrit alıb gətirir. Molla soruşur. Hanı, aldın mı? Bəli, almışam. Yaxşı, yaş deyirlər ki. Xeyr, lap yaxşı yanırlar. Nədən bilirsən ki, yaxşı yanırlar? Çünki alanda hamısını qabaqca yandırıb baxıb, sonra almışam. Mollanın başının ortası daz imiş. Bir gün dəlləyə başını qırxdırıb, dəllək pulunun yarısını verir. Dəllək soruşur. Molla, belə niyə? Bəs yarısını niyə vermirsə? Çünki sən başımın yarısını qırxıbsan. Digər yarısı onsuz keçəldi. Bazar günlərinin birində axşamüstü Molla şəhərdən kəndə gəlmək istəyir. Kəndlilərindən 8 nəfəri öz eşşəklərini ona tapşırırlar ki, Molla, bizim eşşəkləri də apar kəndə. Biz bu gecə şəhərdə qalmalı oluruq. Hə, nə olar, apararam. Molla sayıb görür ki, öz eşşəyi ilə bərabər 9 eşşəkdir. Öz eşşəyinə minir, o bir eşşəkləri də qabağına salıb düzəlir yola. Yolun bir yarısında eşşəkləri sayıb gözdən keçirmək istəyir, bir dəfə sayır, 2 dəfə sayır, baxır ki, eşşək 8-dir. Boy, bəs bunun biri nə oldu? Çar-naçar eşşəkdən düşüb başlayır itən eşşəyi axtarmağa. Nə qədər axtarırsa tapa bilmir. Axırda yorulub otlayan eşşəklərin yanına qayıdır. Sayır, hara getdi bu eşşək? Qoy bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9... Tapıldı. Molla arxayınlayır, yenə də öz eşşəyinə minib düzəlir yola. Biraz gedəndən sonra bir də sayır. Görür yenə eşşək oldu 8.
Yenə düşür yerə, biraz o yana bu yana baxandan sonra bir də sayır. Görür, yox, 9-dur. Lap kəndə çata-çatda bir də sayır. Görür, 8-dir. Acıqdan kişini ağlamaq tutur. Bu halda bir uşaq çıxır onun qabağına ki, Molla əmi, niyə ağlayırsan? Ay bala, 9 eşeğim var idi. İndi biri itib qalıb 8. Uşaq eşşəkləri sayıb deyir. Ay molla əmi, 9-dur ki. Molla bir də sayıb deyir. Hanı? 8-dir də? Molla əmi, bəs öz mindiyini saymırsan? Molla ancaq indi məsələni başa düşüb deyir. Ədə, bu zəmanə uşaqları nə yaman olublar, Molla gecə yarısı çıxıb küçələri axtarmağa başlayır. Qaravulçu gəlib onu tutub deyir. Gecənin bu vaxtı buralarda nə axtarırsınız? Yuxum qaçıb, onu axtarıram.